Namaz imkanı var, alimlər var məclisdə, deyəcəklər yox. Qiyamət günü deyəsən, Allah 2 rükət namaz mənə kömək eləyər, deyirlər yox da, namazın burada köməyi yoxdur. Oruç tutun bir gün çoxda ki, qiyamətdə neçə illə qalır adamlar. Bir gün oruç tutun, orada oruç xeyri yoxdur. Zikir deyim, xeyri yoxdur. Sədəqə verim, veriləsi bir yer yoxdur, orada sədəqə işləmir. Hər şey gücdən düşür. Bircə şey qalır qiyamətdə ki, orada da adamın köməyinə çatır. Deyir, bəndəyə Allah deyir ki, get cəhənnəmə, aparın cəhənnəmə, mələklərə deyir. Mələklər bunun qolundan tuturlar, aparırlar cəhənnəmə, hədisdir bu. Buyurur ki, bu adam baxır arxaya, arxaya baxa-baxa dayanır, gedir, arxaya baxır. Allah deyir mələklərə ki, bunu buraxın, deyəsən sözü var bunun. Sözü nədir? Deyir ki, ilahi, heç inanmazdım ki, məni cəhənnəm atasan. Allah deyir ki, buraxın onu. Mən barədə xoş gümandadır, gümanlı doğrultmalıyam. Ondan sonra deyir ki, and olsun izzət və cəlalıma, bu düz demir, yalan deyir. Dünyada bir gün bu gümanda olsaydı işi bura gəlib çatmazdı. Bu hədis haqda düşünün, xahiş edirəm.